Bugün bir nəfər də Xalsalı ilə görüşdük. Tanıyanlar çoxsu tanımaya bilər, ancaq eşidənlər, biraz da kitab oxuyanlar bizim kəndin tarixində, şərəfli keçmişində Seyid Mirkərim ağa və onun ailələri haqqında eşidənlər çoxdur. YouTube-da, sosial şəbəkələrdə uzun illər zəhmət çəkib axtarandan sonra Həqiqət müəllimə Mirkərim ağanın nəvəsidir. Özü də bizim Hacıbədəlli kəndində yaşayır. Kitabın sorağını alıb, xahiş elədi ki, kitabdan ona çatdıraq. Ona görə bugünkü görüşməyimizdə Sədi müəllimə də xahiş elədim. Həqiqət müəllimə ilə görüşdük. İndi bu kitab biraz əziyyət bahasına başa gəlibdir və bir də tarixiliyi odur ki, mən bir daha əmin oldum ki, Sədi müəllim. Deməli, bu kitabda mən Xalsada yaşayan az ya çox yaşamasından asılı olmayaraq, necə ki, Türkiyədə köçənlər Xalsa kəndində bir ildə olsa yaşamış bütün adamların heç olmasa adı var. Yəni burada yaddaşdır bir növ tarix və bu yaddaşı da Həqiqət xanım öz atasının, babasının şəklini, adını gördüsə, mən bir daha özümlə razı qaldım ki, bu kitabda mən itirəlik yoxdur, ayrı seçkilik yoxdur. Mümkün ola bilən hər kəs haqqında məlumat var. Sizə də təşəkkür edirəm müəllimə. Bu vətənpərvərliyinizə görə, bu ata yurduna, qayğınıza görə, araşdırmanıza görə, axtarışınıza görə Allah qismət eləsin, bir gün Hacıbədəlli kəndində elə sizin vasitənizlə gəlib orada da o kitabı rəsmi şəkildə oradakı vedillərə, afşarlara, xalsallara təqdim eləmək də mənə borc olsun. Allah sizdən razı olsun. Allah sizdən də razı olsun. Əziyyət çəkmişsiniz. Çox böyük əziyyət bahasına başa gəldiniz. Sağ olun. Əsas əziyyəti siz çəkmişsiniz ki, bizim tariximizi yaşamışsınız. Sağ olun. Mən Murtuzova Həqiqət. Lukasın qızı. Murtuzov Mirkərim, Murtuzalı oğlunun nəvəsiyəm. Atam, əmilərim, bütün ailə demək olar ki, o vaxt yəni yarı hissəsi 1948-ci ildə, yarı hissəsi 66-cı ildə deportasiya olub və Ağcabədi rayonuna demək olar ki, zorla köçülüb. Yəni, o vaxt mən atamdan, anamdan, yəni əmilərimdən eşitmişəm Xalsa haqqında, bütün xatirələri. O qədər təsvir ediblər ki, elə gözəl təsvir ediblər ki, mən hətta elə bilirəm ki, el oralarda mən gəzmişəm. Hətta bir dəfə yuxumda da gördüm, qəbristanlığı gördüm. İnanırsınız ki, oyanandan sonra elə bildim ki, elə mən orada olmuş, o qəbristanlığı gəzmişim. Ərzlərimiz oradadır. Neysə, çox bağlıyam. Qardaşımın, atamın, qardaşım Murtuzovdur, Əndər Qasımoğlu. Yəni, yüksək vəzifələrdə işləyib rayonda, onun bütün rayon tanıyıb və müharibə vaxtı da, əhalinin pis vaxtında o demək olar ki, bütün insanların orada rəğbətini qazanmışdı. Nə ilə o qaçqınları elədik köməklə, yardımla, dəstəklə. O vaxt ondan da mən çox eşitmişdim. O hətta babam haqqında da istəyirdi ki, babam haqqında araşdırma aparsın. Yəni biz o Xalsa haqqında ümumi məlumat bütün nəslimiz üçün, gələcək nəsillərimiz üçün istəyirdi ki, bilsinlər, tanısınlar. Amma təəssüf ki, tez rəhmətə getdi. Ona görə sonra müharibə başladı. Nəysə şükür bu günə zəfərdən sonra, 4 günlük müharibədən sonra mən elə bildim ki, nəysə qeyri-adi bir möcüzə baş verdi də. İnanmadığımız bir şey baş verdi. İndi nəyə görə deyirəm? Ona görə deyirəm ki, nəysə ümidim var. Bilmirəm, bəlkə də mən görərəm, görmərəm, amma ümidim var ki, nə vaxtsa bu Xalsiyada mən gedə bilməsəm, uşaqlar gedər, nəvələr gedər. Yəqin ki, gedib yad edərlər, görərlər, torna torpaqlarımızdır. İnşallah, ümidim var. Xalsa kitabı haqqında mən Qərbi Azərbaycan icmasına üzvlük barədə müraciət eləmişəm.
Gəldim, başladım Qərb Azərbaycan bütün saytlarından maraqlanmağa. Nəsibə İsrafil qızıdır da. Onun şeirini gördüm, mən də o kənddənəm. O şeirə də qulaq asdım. Sonra sizin səhifə çıxdı qarşıma. Ona da baxdım. Onda ürəkdən gəldi bir, dedim qoy bir yazım da ki, görüm, bəlkə tanıyan oldu. Yazdım ki, Murtuzov Mirkərim Zəloğlu tanıyan var. Cavab gəldi ki, siz kimsiz? Mən də yazdım ki, onun nəvəsiyəm. Nəysə, çox şad oldum ki, mənim sorğuma cavab gəldi. Belə Bilal müəllimlə belə tanış olduq. Çox sevinirəm. Burada bəzi elə mənim üçün bir qiymətli material verirsiniz hansı olur. Mən kafir çörəyi yemirəm. Deyib 18 gün az qalmır.